Növbəti süjetimizdə eynəkdən bir dəfəlik azad olma imkanı yaradan ekzimer lazer əməliyyatı barədə məlumat təqdim edəcəyik. Ekzimer lazer əməliyyatı dünyada ən çox tətbiq olunan və ən sürətli nəticə verən əməliyyatlardan biridir. Bu üsulda buynuz qışanın forması xüsusi lazer vasitəsilə dəyişdirilir və işığın tor qışaya düzgün fokuslanmasını təmin edir. Biz əməliyyatdan əvvəl pasiyentlərimizin gözünü detaylı bir şəkildə dəyərləndiriyoruz. Burada bizim için boynuz qışanın şəkli, quruluşu, boynuz qışanın kalınlığı, torlu qışanın yapısı, yanaşı hastalıkların varlığı, göz ölçülərinin ilerleyip ilerleməməsi son derece önemli. Sözü gedən əməliyyatın müasir texnologiya ilə təchiz olunmuş, steril və uyğun tibbi şəraitdə həyata keçirilməsi önəmlidir. Uzun zamandır eynəkdən asılı vəziyyətdə idim. Bu iş həyatım üçün çox çətinlik törədirdi. Artıq bir aydır mən lazer əməliyyatı olmuşam. Çox yaxşı görməyə başladım. Düşünürdüm ki, çox çətin bir prosedur olacaq, amma düşündüyüm kimi olmadı. Çox rahatçılıqla əməliyyatım keçdi. Doktoruma çox təşəkkür edirəm. Mütəxəssislər xəbərdarlıq edirlər ki, detallı müayinə olunmadan həyata keçirilən əməliyyatlar arzu olunmaz nəticələrə, ciddi fəsadlara səbəb ola bilər. Bununla da cərrah seçiminə xüsusi diqqət edilməlidir.